Avstriyanın paytaxtı Viyana şəhərində media azadlığı və rəqəmsal təhlükəsizlik mövzusunda beynəlxalq görüş təşkil olunub. ATƏT tərəfindən keçirilən görüşdə müxtəlif ölkələrdən jurnalistlər, media rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Tədbirdə həmçinin jurnalist və Bakuis informasiya portalının rəhbəri Fikrət Məmmədov da yer alıb. İnformasiya sahəsində hər gün çalışan bir insan kimi qeyd etmək istəyirəm ki, bugün müstəqil media qurumları getdikcə daha çox məhz rəqəmsal məkanda məhdudiyyətlər və təzyiqlərlə üzləşirlər. Müasir texnologiyalar və sosial şəbəkələr jurnalistika üçün böyük imkanlar yaradır. Lakin bununla yanaşı müdaxilənin, manipulyasiyanın və söz azadlığının gizli şəkildə məhdudlaşdırılmasının yeni formaları da meydana çıxıb. Fikrət Məmmədov çıxışı zamanı rəqəmsal dövrdə media azadlığının qarşılaşdığı yeni təhlükələrdən danışıb. O bildirib ki, sosial media platformalarında son illər müstəqil media resurslarına qarşı koordinasiyalı hücumlar, saxta şikayətlər və avtomatik bloklanma halları ciddi şəkildə artıb. Son illərdə biz getdikcə daha çox təşkil olunmuş saxta şikayətlər, saxta səhifələr vasitəsilə həyata keçirilən kütləvi hücumlar və informasiya resurslarının avtomatik bloklanması halları ilə qarşılaşırıq. Xüsusilə narahat edici məqam ondan ibarətdir ki, bu cür qərarlar çox zaman mütəxəssislərin tam araşdırması olmadan avtomatik şəkildə qəbul edilir. Çıxış zamanı qeyd olunub ki, süni intellekt texnologiyalarının sürətli inkişafı informasiya təhlükəsizliyi sahəsində yeni risklər formalaşdırır. Fikrət Məmmədov vurğulayıb ki, artıq saxta görüntülər və manipulyativ videolar vasitəsilə cəmiyyətin fikrinə təsir göstərmək, insanların nüfuzuna zərbə vurmaq və ictimai rəyi yanlış istiqamətləndirmək daha da asanlaşıb. Son bir ildə rəhbərlik etdiyim informasiya resursu məhz saxta şikayətlər və koordinasiyalı hücumlar səbəbindən bir neçə dəfə bloklanıb. Mənim fikrimcə, bu artıq söz azadlığı, müstəqil jurnalistika və demokratik prinsiplər üçün ciddi çağırışdır. Bugün dezinformasiya yalnız yalan xəbərlərdən ibarət deyil. Bu, həm də süni intellekt vasitəsilə saxta foto və videoların hazırlanması, jurnalistlərin nüfuzdan salınması, ictimai rəyə təsir göstərilməsi və rəqəmsal platformalardan təzyiq aləti kimi istifadə edilməsidir. Biz açıq şəkildə etiraf etməliyik ki, sosial şəbəkələrin avtomatik moderasiya sistemləri heç də həmişə real pozuntuları müstəqil mediaya qarşı təşkil olunmuş hücumlardan ayırt edə bilmir. ATƏT tribunasından çıxış edən Fikrət Məmmədov beynəlxalq media ictimaiyyətinə və tədbir iştirakçılarına xüsusi müraciət ünvanlayıb. Müraciətdə sosial media platformalarının rəhbərliyi ilə beynəlxalq media qurumları arasında rəsmi dialoq mexanizminin yaradılması təklif olunub. Bununla bağlı mən müstəqil media qurumları adından ən böyük sosial platformalar, o cümlədən Meta platforması və digər sosial şəbəkələrin rəhbərliklərinə birgə müraciətin hazırlanmasını təklif etmək istərdim. Şikayətlərin şəffaf şəkildə araşdırılmasının təmin olunması, bloklanma qərarları verilərkən mütəxəssislərin iştirakının gücləndirilməsi, müstəqil medianın təşkil olunmuş saxta hücumlardan qorunması üçün mexanizmlərin yaradılması və sosial platformalarda peşəkar media ictimaiyyəti arasında birbaşa dialoqun qurulması. Çünki rəqəmsal dövrdə söz azadlığının qorunması artıq ayrı-ayrı redaksiyaların və ölkələrin problemi deyil. Bu, beynəlxalq ictimaiyyətin ümumi məsuliyyətidir. Diqqətinizə görə təşəkkür edirəm.